Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları narkotik cinayəti ittihamı ilə Türkiyə Respublikasının iki vətəndaşını 1999-cu il təvəllüdlü və 2001-ci il təvəllüdlü şəxsləri saxlayıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. Qurumun izahına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən aşkar edilən həmin şəxslər Türkiyədə fəaliyyət göstərən Barış Boyun adlı cinayətkar qruplaşmanın üzvləridir. Onlara böyük miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı irəli sürülür. Hüquq mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərini və onların müvəqqəti yaşadıkları evi axtararkən böyük miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həbləri maddi sübut kimi götürüblər. Cinayət əməlinə görə 8 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. İstintaq Cinayət Məcəlləsinin 260-cı və 261-ci maddələri ilə aparılır. İş üzrə Türkiyədə fəaliyyət göstərən Barış Boyun adlı cinayətkar qruplaşmanın digər üzvlərinin müəyyən edilməsi və ifşa olunması məqsədi ilə operativ və istintaq tədbirləri davam edir, deyə məlumatda qeyd olunub.